Tibb elmləri doktoru Professor Mirildar Babayev 1971-1977-ci illərdə Azərbaycan Tibb İnstitutunun Pediatriya fakültəsində təhsil alıb. Təhsilini bitirdikdən sonra kənd sahə həkimi, daha sonra Elmi Tədqiqat Pediatriya İnstitutunda həkim kimi çalışmışdır. 1987-1989-cu illərdə isə Elmi Tədqiqat Hematologiya və Transfuziologiya İnstitutunda elmi işçi kimi fəaliyyət göstərib. 1989-cu ildən 2002-ci ilədək Moskva şəhərində Elmi Tədqiqat Uşaq Hematologiyası İnstitutunda çalışıb və həmin müddət ərzində 2 elmi işini başa çatdırmışdır. Belə ki, Mirildar Babayev 1994-cü ildə namizədlik dissertasiyasını müdafiə edərək Rusiya Federasiyasının tibb elmləri namizədi, 2001-ci ildə doktorluq dissertasiyasını müdafiə edərək Rusiya Federasiyasının tibb elmləri doktoru adlarına layiq görülmüşdür. 150-yə yaxın elmi məqalə, monoqrafiya və həkimlər üçün praktik vəsaitlərin müəllifidir. Çoxlu sayda respublika və ümumdünya pediatrik və hematoloji konfranslarda, eləcə də konqreslərdə iştirak etmiş və maraqlı elmi çıxışları ilə diqqət çəkmişdir. O, ilk dəfə olaraq respublikamızda qan xərçənginin sağalan xəstəlik olduğunu söyləmiş və bunu praktiki işi ilə təsdiq etmişdir. İndi onun başçılığı altında böyük həkimlər qrupu bu sahədə uğurla çalışır. Hazırda leykamiya xəstəliyi ilə mübarizə aparan uşaqların 80-90% tam sağalır ki, bu da ümumdünya göstəriciləri ilə eynidir. Doktor Mirildar Babayevin müalicə etdiyi və qan xərçəngindən azad olan uşaqların sayı artmaqda davam edir. 2002-ci ildən bu günədək Azərbaycan Milli Hematologiya və Transfuziologiya Mərkəzində çalışır. 2005-ci ildən həmin mərkəzin pediatriya şöbəsinin rəhbəridir.